Salam, həftənin şərhinə baxırsınız. Ermənistanın baş naziri Nikol Paşinyan martın 20-sində Azərbaycan prezidenti İlham Əliyevi ikitərəfli sülh sazişini imzalamağa çağırıb. Azadlıq Radiosunun erməni xidməti Paşinyanın son 24 saatdan da az bir müddət ərzində üçüncü belə çağırış etdiyini yazır. Azərbaycan isə Ermənistanın sərhəddə atəşkəs rejimini pozması ilə bağlı məlumatlar yayır. Azərbaycan Müdafiə Nazirliyi bazar günündən bəri ondan çox belə bəyanat verib. Azadlıq Radiosu yazır ki, Ermənistan onların hamısını qətiyyətlə təqzib edib. Buna baxmayaraq, Paşinyan Bakını əmin edib ki, erməni qoşunlarına atəşkəs rejimini pozmamaq əmrini verib. Erməni müxalifətçiləri və politoloqlar deyirlər ki, Azərbaycanın məqsədi Ermənistana növbəti hücum üçün zəmin hazırlamaq və ya Paşinyanı Bakıya əlavə güzəştlərə vadar etməkdir. Biz bilmirik Rusiya tərəfindən münasibət necədir. Yəni, tərəflərə təsir, təzyiq hansı formadadır? Çünki bu günlərdə, səhv eləmirəmsə, dünən deməli, Rusiyanın keçmiş müdafiə naziri, Rusiyanın müdafiə naziri Şoyqunun açıqlaması yayıldı ki, Ermənistana təzyiq etməklə bağlı, əgər Ermənistan Qərbin deməli, Qərbə inteqrasiya prosesini davam elətdirsə, Avro-Asiya deməli, iqtisadi məkanından çıxmalı olacaq. Və biz bilmirik bu Azərbaycana münasibətdə bu təzyiqlər hansısa formadadır. Yəni, Paşinyanın hal-hazırda bu qədər sülhlə bağlı israr etməsi şübhəsiz ki, Qərbdən gələn deməli, təsirlərlə bağlıdır və Paşinyan Azərbaycanla münasibətləri sülh müstəvisinə keçirməkdə daha çox maraqlı görsənir. Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın Cənubi Qafqazda görəcəyi bir iş yoxdur və mənə belə gəlir ki, bu məsələdə, yəni sülhün yubanmasında Rusiyanın təsiri və yaxud da ki, təzyiqi bir rol oynaya bilər. Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, atəşkəsin pozulması bir provokasiya ola bilər. Eyni zamanda Ermənistanda Rusiyapərəstlərin bu işdə maraqlı olması ehtimalı da istisna deyil. Azərbaycan tərəfi də bundan istifadə edib sülh sazişinin imzalanmasını uzada bilər. Professorun fikrincə, Paşinyanı Bakıya əlavə güzəştlərə vadar iddiaları da real ola bilər. Şübhəsiz ki, burada Zəngəzur dəhlizinin açılması məsələsi də ola bilər. Yəni, Azərbaycan bu dəhlizin açılmasında maraqlıdır və bu dəhlizin açılması yalnız Azərbaycanın maraqlarına deyil, eyni zamanda region dövlətlərinin maraqlarına uyğundur və həm də Ermənistanın öz maraqlarına uyğundur. Və bilirsiniz ki, uzun müddət bu dəhlizi kimin qoruyacağı ilə bağlı ciddi mübahisələr vardı və Azərbaycan tərəfi nədənsə bu dəhlizin Rusiya sərhədçiləri və təhlükəsizlik qüvvələri tərəfindən qorunmasında israr edirdilər və bu da Rusiyanı regionda tutub saxlamağın yollarından biri idi. Çünki dəhlizin keçdiyi ərazi Ermənistanın ərazisidir və onun qorunması ilə bağlı məsələlər də bilavasitə Ermənistana aid məsələdir. Ancaq Ermənistan Rusiya sərhəd qüvvələrini öz ölkələrindən çıxartdığından artıq bu dəlil də öz deməli əhəmiyyətini itirmiş olur. Ümumiyyətlə belə deyək də, müharibələr bitdikdən sonra qalib dövlətlə məğlub dövlətlər arasında bir növ qalib dövlətlər bu sülhdən daha çox şey getirməyə cəhd eləyirlər. Yəni, bu tək Azərbaycana aid məsələ deyil. Bundan qabaqki müharibələrdə də sülh müqavilələri hazırlanarkən beynəlxalq münasibətlərdə oxşar hərəkətlərə, prinsiplərə tez-tez rast gəlmək olur. Ona görə də əlbəttə Azərbaycan şübhəsiz ki öz
milli maraqlarına uyğun olaraq daha çox şey qopartmağa maraqlıdır. Amma burada belə də ölkələr arasında qalıcı sülh olmalıdır. Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına qarşı 2014-cü ildə başlamış, daha sonra isə bağlanmış cinayət işini yenidən açdığı bildirilir. 2025-ci ilin martın 14-də Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Alpay həbs olunublar. Bəşir Süleymanlı və Məmməd Alpay vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulların legallaşdırılmasında ittiham olunurlar. Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli də axtarışa verilib, onun haqqında qiyabi həbs qərarı seçilib. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və onun mətbuat katibi Murad Unqun saxlanılıb. Şəhərin Şişli Bələdiyyə başçısı Rəsul Əmrah Şahan, Bəylikdüzü Bələdiyyə başçısı Murad Çalıq da saxlanılanlar arasındadır. Anadolu Agentliyinin məlumatına görə prokuror bələdiyyə sədrinin, o cümlədən iş adamları və jurnalistlərin də olduğu 100-ə yaxın şəxsin həbsi barədə göstəriş verib. Onlara qarşı ittihamlar arasında cinayətkar təşkilatı rəhbərliyi və üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderlərin nəticələrinin saxtalaşdırılması daxildir. İstanbul Baş Prokurorluğu həm də iddia edir ki, İstanbul Bələdiyyə sədri bir çox başqa şəxslərlə birgə iş adamlarından məcburi pullar almaqla haqsız qazanc əldə edib və cinayət fəaliyyətindən əldə edilən vəsaitləri yuyublar. Əkrəm İmamoğlu 2027-ci ildə Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin əsas namizədi və Prezident Rəcəb Tayyip Ərdoğanın əsas rəqibi hesab olunurdu. İmamoğlu'nun həbsi İstanbul və digər şəhərlərdə etirazlarla qarşılanıb. Polisin martın 18-də Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyi bildirilir. Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev Meydan TV-yə deyib ki, Yasamal rayon polis idarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb. O qeyd edib ki, Anar Məmmədov və Yasamal rayon polis idarəsinin rəisi Neymət Babayev bu idarəyə gələndən sonra burada belə özbaşınalıqlar başlayıb. Bizə 3-cü, 4-cü adamlar vasitəsilə deyirlər ki, gündəlik işlədilən yerlərdən 30-60 manat arasında pul gətirsinlər. Qazilər də buna razı deyil deyə Hacı Vəliyev bildirib. Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu'nun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə ittiham olunan Anar Əliyev isə 5 il həbs cəzası alıb. Bu həftəlik bu qədər. Növbəti həftə görüşərik. Hələlik.